Salam, hər vaxtınız xeyir olsun değerli izleyiciler. Ben deyəndə ki, bu iqlim dəyişməsi çox vacib məsələsidir. Yəni iqlim dəyişikliyi. Baxın, adi oradan buradan getiren roman sortu da. Baxın. Baxın. Bu da çatdı. Yəni bu roman sortunun sizdə bilmirəm, bizdə hardasa 70-80% çatlayıb. Baxın. Bu da çatlayıb. Yəni belə, indi də yağış yağır. İyun ayının 7-si. Baxın. Yağış da yağır. Çat da belə. Bütün çatdır. Yəni bu hətta xırda çat belə bu Rusiya bazarlarına çıxartmaq üçün yaramayacaq. Çünki soyuducularda şoklamaya gedən zaman həmin xırda çat kiflənir və çürüyür. Həmin çürüyü də 3-4 gün ərzində soyuducunun içində gilasın tam çürüməsini gətirib çıxardır. Və həmin tam çürümüş gilas da yeşəyə yığılmış öz yanındakı gilasları çürüdür. Bu isə bazara çatana kimi bütün gilasların və yaxud da əksər hissəsinin çürümüş halda çatmasına gətirib çıxardır. Baxın, burada məsəl üçün bir yerdə bir neçə gilas var. Bu çatdı, bu çatdı, bu çatdı, bu çatdı. Yəni ümumiyyətlə burada bütün hamısı çatlayıb. Amma xırda kimi görsənsə də bu Rusiya bazarı üçün ümumiyyətlə işləməyəcək. Çünkü dediğim kimi buradan kifləmə başlayacaq. Soyuducuda, rütubətdə kifləmə başlayacaq və bu kiflənmə gilasın özünü çürütməsinə, o da yanındakı gilasların çürütməsinə gətirib çıxardacaq. Yəni hamısı belə. Bəli, dəyərli izləyicilər, mən bağda video çəkəndə Romanovka sortunun çatladığını göstərmişdim sizə. Nə qədər ağacdan yığılanda biz seçsək də, yenə də istər-istəməz çatlamış gilaslar olur aralarında. Və həmin gilasları da biz tezdən həyətdə seçirik. Baxın, bu vedrədir, budur. Bütün bunlar çatlamış gilaslardır. Bunlar bazara çıxarılmayacaq. Nəyə görə çıxarılmayacaq? Çünki çürümə ehtimalı çoxdur. Baxın, xırda çat belə olsa biz bunu çıxardırıq. Baxın, bu çat çıxarılır. Hal-hazırda. Çünki bu cür gilaslar xüsusən də Rusiya bazarına getməyəcək. Yəni Rusiya bazarı ilə Bakı bazarı arasında biz əslində fərq qoymuruq. Sadəcə fərq orasındadır ki, Rusiya bazarı uzaq məsafədə yerləşir, günlərlə vaxt çəkəcək. Rusiya bazarına vurulan gilas mütləq şəkildə soyucularda saxlanılır, şoklama əməliyyatı keçir. Şoklama əməliyyatı da suyun içinə salınır, soyuq suyun içinə salınır və rütubətli olduğuna görə, soyucularda rütubət olduğuna görə xırda çat belə kiflənəcək və çürüyəcəkdir. Lakin Bakı bazarına belə xırda çatlar çıxarıla bilər. Çünki məsafə qısadır, yəni rütubət olmur və vaxtında satılsa, belə baxanda normal gilas. Biz özümüz bunu yeyirik, bundan mürəbbəsini pişiririk. Amma ki, yəni bu hansısa bir zərərli bir gilas deyil də, yəni sağlam çatdırsa. Lakin bu Rusiya bazarlarına bunu çıxartmaq mümkün deyil. Çünki bu cür çatlar hamısı sonradan çürüməyə səbəb olur. Və bu cürdə biz seçirik. Sağlam gilasları bu cür korzinlərə yığırıq. Baxın, burada demək olar ki, bacardığımız güzel seçirik və çatlamış gilasları qoymuruq. Lakin sağlam olmayan çatlamış gilasları cüzlü çat olsa belə biz çıxardırıq.